İbrahim bizim yanımıza gələndə uzun müddətli qarın ağrısı şikayətləri ilə gəlmişdi və bir neçə həkimdə olmuşdu. Müalicəyə cavab verməmişdi, ağrıları davam edirdi. Müayinələr olundu, müayinə səbəbinə görə müalicə yazıldı. Artıq təxminən nə qədərdir? 1 ildir. Bəli. 1 ildir ki, qarnında ağrılar yoxdur. Uşağın inkişafı, fiziki inkişafı, əqli inkişafı tam yerindədir. Və maşallah yaxşı oğlandı. Sayənizdə həkim. Mən demək olar ki, həqiqətən Bakıda həkimlərin hamısını əzbərləmişdim. Ən adlı həkimlər, reklamlı olanlar hamısının yanına getmişdim. Yəni başqa hətta xərçəngdən belə demişdilər ona. Şükür Allaha ki, sizi tanıdım, yönləndirdilər məni bura. Ondan sonra demək olar ki, sizin ilk kurs müalicəvizdən heç 10 gün sonra mən dəyişikliyi hiss etməyə başladım. Çox sağ olun, var olasınız. Sağ olun, siz də var. CC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.